Bugün xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür. Xəlil Rza Ulutürk Azərbaycanda təkrarsız tarixi hadisə idi. Azərbaycanın xalq şairi, İstiqlal, azadlıq carçısı Xəlil Rza Ulutürkün doğum günü qeyd edilib. Bununla əlaqədar şairin doğulduğu Salyan şəhərində yerləşən Ata-oğul xatirə kompleksi ziyarət olunub. Anım mərasimində şairin doğmaları, mədəniyyət işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib. Çıxışlarda bildirilib ki, Xəlil Rzanın həyat yolu hər bir vətəndaş üçün örnək olmalıdır. Şairin Azərbaycanın müstəqilliyi uğrunda fəaliyyətindən, poeziyasından, gələcək nəsillərə örnək ola biləcək vətənpərvərliyindən danışılıb və yaddaşlara həcc edilən şeirləri səsləndirilib. Bildirilib ki, Xəlil Rza Ulutürk poeziyasının aparıcı motivini məhz vətən, azadlıq, milli ruh təşkil edib. Şairin lirikanı siyasi mübarizənin ideya silahına çevirdiyi, xalqın milli duyğularını, milli bütövlüyünü tərənnüm etdiyini xüsusi vurğulayıblar. O da qeyd olunub ki, Xəlil Rza Ulutürk təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qüdrətli şairidir. Milli azadlıq ideyası ilə yoğrulan Ulutürk poeziyasının gənc nəsillər üçün örnək olduğu, hər zaman öz aktuallığını saxladığı vurğulanıb. Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli Azərbaycanın suverenliyi uğrunda canından keçərək şəhid olub və ölümündən sonra ona Azərbaycanın milli qəhrəmanı adı verilib.